Ramazan ayının bərəkətli günlərini yaşayırıq. Allahım, ümid eləyirəm sənin qapığa gələn qul, günahkar olsa da belə, sən onu əff edəcəksən, günahlarımızı əff elə. Əllərimizi məyus qaytarma. Ey Rəbbim, duaya möhtacıq. Bizim duadan başqa bir çıxış yolumuz yoxdur. İlahi, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə. Bizim gücümüz çatmır. Elə işlər var ki, biz ona dözə bilmirik, biz ona səbirsizik. Ya Rəbbim, bizə güc, səbir və iradə möhkəmliyi ver, Ya Rəbbim. Biz zəifik, gücsüzük, imtihanlardan çıxa bilmirik. Rəhmətinlə müamilə et bizlərlə, Ya Rəbbim.